Bugünün qəbul suallarına baxaq. 11-ci siniflər 2-ci zonanın suallarına. Belə ki, 7-ci qrammatika sualı ilə başlayaq. 7-ci sualımızda opposite əks mənalı söz istəyir. Əks mənalı söz, cavab düzgün variant olacaq. 1. Defend, attacked. Bir müdafiə etmək, hücum etmək. 3. Fail, uğursuzluq, succeed, qazanmaq, uğur qazanmaq. Və 5. Destroy, məhv etmək, build, tikmək. Düzgün cavab B variantı olacaqdır. Buradan liberate, free, azad etməkdir, ona görə səhvdir. Reject, refuse, imtina etmək, ona görə səhvdir. 8-ci sualla davam edirik. Düzgün variant A variantıdır. 2. Books are very important. Kitablar çox vacibdir. In the life of people. Düzgün variant A variantıdır. Daha sonra 9-cu sualla davam edirik. Yesterday çox rahat sualdır. Keçmiş sadə zaman və cavab olacaq C variantı broke. 20-ci sualla davam edirik. Want mürəkkəb tamamlıq qaydası və feili to ilə qəbul edir. Düzgün cavab B variantı. 20-ci sualla verydən sonra adi dərəcə sifət istəyir. Cavab Y variantı. Cavabları tez-tez izah edirəm ki, abituriyentlər rahat yoxlaya bilsin. 12-ci sualın cavabı was the train 2 hours late. Qatar 2 saat gecikib və səbəb istəyir. Nə üçün? Düzgün cavab C variantıdır. 13-cü sualla davam edirik və diqqət edirik təsdiq cümləsində bağlayıcıdan dərhal sonra köməkçi fel işlənməz. Köməkçi fel əvvələ keçdiyi üçün səhvdir və what time venə bərabərdir. Ondan sonra bitmiş zaman işlənmir. Düzgün cavab Y variantı olacaqdır. 14-cü sualla davam edirik. 14-cü sualda butter sayıla bilməyən isim few-nu FU much cəm isimlə işlənir. Elotun ofu yoxdur. Düzgün cavab B variantı olacaqdır. 15-ci sualla most ancient. Mostdan sonra sifət gəlirsə the article in the word. Düzgün cavab C variantı olacaq. 16-cı sualla davam edirik. As it was too heavy. Cavab buradadır. Çünki deyir həddən artıq ağır idi və mən qaldıra bilmədim qutunu. I couldn't. Düzgün cavab B variantıdır. 17-ci sualla davam edirik. Sırf tərcüməyə əsaslanan sualdır. Cavab when olacaq. When all people stop fighting with another, the world will be a much better place. Nə vaxt ki, insanlar bir-birlə dalaşmağı dayandıranda anda əndə lazımdır. Dünyamız daha gözəl olacaq. 18-ci sualda E-dən sonra cəm isim işlənməz. To-dan sonra kilos olmalıydı. Düzgün cavab 1, 4. C variantı. 19-cu sualla davam edirik. Passive voice qaydasıdır. The new rules tamamlığa çəkirik əvvələ. Və cavab have been announced. Düzgün cavab D variantı olacaqdır. Y variantı niyə səhvdir? Çünki rules cəmdə has işlənməz. Digər qrammatika suallarına baxırıq. Digər suallarda 20-ci sualla davam edirik. 20-ci sual. The salesman had a lot of antique copies. Və burada qeyd